Heç fikirləşmisinizmi ki, daşa yazılmış qanunlar bütöv bir imperiyanın taleyini necə dəyişə bilər? Gəlin bugün məhz bundan, qədim Babilin hekayəsindən danışaq. İndi gəlin bir anlıq zamanda geriyə gedək. Özümüzü qədim Babildə təsəvvür edək. Elə bir yerdə ki, ədalət sadəcə bir anlayış deyildi. Yox, o hər kəsin gözü ilə görə biləcəyi daşa həkk olunmuş bir reallıq idi. Yaxşı, hekayəmiz haradan başlayır? Əlbəttə ki, bir vaxtlar qədim dünyanın, necə deyərlər, döyünən ürəyi olan o əfsanəvi şəhərdən, Babilin yüksəlişindən. Düşünün bir, şəhərin adı belə onun bütün hekayəsini danışır. Babil, Akkad dilindən tərcümədə Bab ili, yəni Tanrının qapısı deməkdir. Bu sadəcə bir ad deyildi, əsla. Onlar öz şəhərlərini yer üzündəki ilahi bir keçid kimi görürdülər. Bax, bu ad onların bütün dünya görüşünü ifadə edir. Baxın, Babilin taleyi elə bil ki, lap əvvəldən onun coğrafiyasında yazılmışdı. Fərat çayının düz sahilində yerləşməsi onu qədim dünyanın bütün əsas ticarət yollarının kəsişmə nöqtəsinə çevirmişdi. Yəni, əsl səsküylü canlı bir mərkəzə. Gəlin bir anlıq o bazarları təsəvvür edək. Bir tərəfdən karvanlar uzaq ölkələrdən ədviyyat, qiymətli daşlar gətirir. Digər tərəfdən gəmilər taxılla, toxuculuq məhsulları ilə dolub daşır. Amma Babil təkcə malların mübadilə olunduğu yer deyildi, əsla. Ora eyni zamanda fərqli mədəniyyətlərin, yeni fikirlərin, ideyalarında qovuşduğu bir nöqtə idi. Yaxşı, bəs bu qədər zəngin bir şəhər, dövlət necə oldu ki, birdən-birə nəhəng bir imperiyaya çevrildi? Bütün bu hekayənin açarı, bilirsiniz, tək bir adamın böyük vizyonunda gizlənir. Və səhnəyə Hammurapi daxil olur. Amma o, sadəcə taxta oturan növbəti bir hökmdar deyildi, yox. O, Mesopotamiyanın o dağınıq, perakəndə şəhər dövlətlərinə baxanda xaos yox, vahid və qüdrətli bir imperiya görürdü. O, əsl strateji idi və onun bu baxışı, bu vizyonu hər şeyi kökündən dəyişəcəkdi. Hammurapi'nin ustalığı, baxın, təkcə qılınçla torpaq almaqda deyildi. O, çox yaxşı başa düşürdü ki, əsl güc nizam-intizamda, sistemdədir. Onun planı 3 hissədən ibarət idi. Birincisi, bütün Mesopotamiyanı tək bir bayraq altında birləşdirmək. İkincisi, iqtisadiyyatı canlandırmaq, ticarət, sənətkarlıq, əkinçilik. Üçüncüsü isə hər şeyi, kanallardan tutmuş yollara qədər mərkəzi nəzarət altında saxlamaq. Bax, onun imperiyasının təməli məhz bu 3 sütun üzərində qurulmuşdu. Amma torpaqları birləşdirmək, inanın, işin ancaq yarısı idi. Bəlkə də asan olan hissəsi idi. Hammurapi'nin qarşısındakı ən böyük, ən çətin sınaq isə tamam başqa bir şey idi. Bütün o fərqli insanları, fərqli adətləri vahid qanunlar altında birləşdirmək. O bilirdi ki, fətlər unudular. Ən möhtəşəm binalar belə zamanla dağılar. Hammurapi isə daha dərin, daha qalıcı bir şeyin axtarışında idi. O, imperiyasını daş divarlarla yox, hamının tabi olacağı sarsılmaz, dəyişməz qaydalarla bir yerdə saxlamaq istəyirdi. Elə bir şey ki, zaman ona təsir edə bilməsin. Və o, bunu bacardı. Ortaya nə qoydu? Tam olaraq 282 qanun. Amma bu, sadəcə alt-alta yazılmış qaydalar siyasi deyildi, qətiyyən. Bu, gündəlik həyatın hər bir detalını, ticarətdən tutmuş ailə münasibətlərinə, cinayətdən cəzaya qədər hər şeyi tənzimləyən, bəlkə də dünyanın ilk bu qədər əhatəli hüquq məcəlləsi idi. Və Hammurapi'nin bu qanunların qalıcı olmasını necə təmin etdiyinə baxın. Onlar asanlıqla cırılan, itən papiruslara yox, nəhəng, möhkəm, bazalt, daş sütunlara həkk edilmişdi. Məqsəd nə idi? Məqsəd o idi ki, heç kim sonra dönüb, xəbərim yox idi, qanunu bilmirdim, deyə bilməsin. Ədalət hamı üçün açıq və görünən olmalıydı. Yaxşı, hər şey kağız, daha doğrusu daş üzərində əla görünür. Bəs reallıqda Babil xalqı üçün bu yeni ədalət sistemi necə işləyirdi? Deməli, Hammurapi'nin qanunları ümumi sözlərdən ibarət deyildi. Əksinə, onlar çox konkret idi və cəzalar da, necə deyim, çox vaxt amansız idi. Məsələn, qanun deyirdi ki, əgər kimsə məbəddən və ya hökmdarın sarayından nəsə oğurlayarsa, cəzası müzakirə olunmurdu, birbaşa edam. Bu, həm dövlətin, həm də tanrıların mülkiyyətinin nə qədər toxunulmaz olduğunu göstərirdi. Bu qanunlar, onu da deyim ki, mövcud cəmiyyəti dəyişdirmək üçün yazılmamışdı. Yox, əksinə, var olan quruluşu, sosial nizamı daha da daşa həkk edirdi.
Məsələn, quldarlıq institutu qanunla qorunurdu. O qədər ki, əgər kimsə qaçmış bir qulu gizlətsəydi, bunun cəzası da ölüm idi. Yəni birinə kömək etmək öz həyatın demək idi. O məşhur gözə göz, dişə diş prinsipi var ha, bax o, bu qanunların təməlində dayanırdı. Məsələn, çox maraqlı bir maddə var. Əgər bir həkim cərrahiyyə əməliyyatı edərkən xəstənin gözü kör olarsa, həmin həkimin əli kəsilirdi. Bu, peşə sahiblərinə çox sərt bir mesaj verirdi. İşinizin məsuliyyətini daşıyırsınız. Amma gəlin ən vacib, bəlkə də ən ağrılı məqama toxunaq. Bu ədalət hamı üçün eyni idimi? Təəssüf ki, yox. Babildə ədalət sizin sosial statusunuzdan birbaşa asılı idi. Yəni, siz zadəgansınız, yoxsa sadə bir vətəndaş ya da qul. Qanunlar əsasən elitanın, varlıların mülkiyyətini qoruyurdu. Amma sıradan insanlar, məsələn, borclarını edə bilməyəndə çox sərt cəzalarla, hətta qul kimi satılmaqla üzləşirdilər. Bax, bu borc köləliyi məsələsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Təsəvvür edin, sadəcə bir neçə il məhsul pis oldu ya da ticarətdə bir səhv etdiniz, vəssalam. Bu səhv sizi və bütün ailənizi 3 il müddətinə köləyə çevirə bilərdi. Yəni, Hammurapinin Babilində iqtisadi səhv etmək təkcə pul itirmək deyildi. Bu, azadlığını itirmək deməkdir. Yaxşı, bütün bunlardan sonra gəlin biraz geriyə çəkilib daha böyük mənzərəyə baxaq. Təxminən 4000 il əvvəl daşa həkk olunmuş bu qanunlar niyə bizim üçün bu gün də maraqlıdır? Bunun əhəmiyyəti nədədir? Deməli, Hammurapinin mirasını bir neçə əsas məqamla ümumiləşdirə bilərik. Birincisi, o bütöv bir dövlət üçün vahid, mərkəzləşdirilmiş bir qanun məcəlləsi yaratdı. Bu öz dövrü üçün çox yeni bir şeydir. İkincisi, o, ədalətin artıq fərdlərin yox, birbaşa dövlətin, hökumətin məsuliyyəti olduğu prinsipini qoydu. Və əlbəttə, o, gözə göz anlayışı. Bütün bunlar sonradan gələn bir çox hüquq sisteminin, necə deyərlər, təməl daşlarını qoydu. Və bu həqiqətən də insanı dərindən düşündürür. Hammurapinin dövlət tərəfindən tətbiq edilən qaydaları, cəmiyyətdəki o sosial bölgüləri, bu dünyanın nə qədəri, hansı formada bugün bizim öz dünyamızda hələ də yaşayır? Daşa həkk olunmuş o qanunların kölgəsi minillikləri aşıb bugünə qədər gəlib çatıb. Və son olaraq bir sual. Bəs bizim bugün qəbul etdiyimiz qanunlar, qurduğumuz cəmiyyət gələcəyə hansı kölgəni salacaq?